Salam, hər vaxtınız xeyir olsun. Mənim dəyərli, gözəl izləyicilərim. Nətərsiz? Güman edirəm ki, Allaha şükür, yaxşısınız. Məni soruşsaz, şükür Allaha, mən də yaxşıyam. Allah hər birinizi var eləsin. Dəyərli izləyicilərim, bugün yeni bir vlogla qarşınıza gəldim. Bugün mən sizə nə hazırlayacağım inşallah? Kələm dolması, bir də yarpaq dolması. İkisi bir arada bu yeməyi hazırlamaq istəyirəm və sizlə bölüşmək istəyirəm. Çox xahiş edirəm, mənim videoma diqqətlə baxıb, like edəsiniz. Əgər abunə olmamısınızsa, abunə olasınız. Bu bilirsiniz ki, mənim üçün çox vacibdir. Allah hər birinizdən razı olsun və köməyiniz olsun. Bismillahla işimizə başlayaq, xanımlar. Demək nədir burada? Burada mal əti ilə quyruğun qarışığıdır. Çəkmişəm, hazırlamışam. Hardasa 600 qram burada ət var. Qəşəng quyruqlu, çəkilmiş hazır ətdir. Burada bizim 5 baş soğandır. Bunu da qəşəng yumuşam, doğramışam, hazırlamışam. İndi tökək ətimizin üzərinə soğanımızı. Xanımlar, burada da hardasa 200 qrama yaxın düyüdür. Yumuşam qəşəng, ilıq su ilə. Bu da bizim düyümüz. Burada da bir dəstə göydür. Demək burada hansı göylərdəndir? Kişnişdir, şüyüddür, cəfəridir. Bunu da tökək ətimizin üzərinə. Qəşəng. Xanımlar, sonra nə edək? Bütün ingredientləri tökdüm. Mən bura tökəcəm darçın. Darçın dolmuya xüsusi dad verir, xanımlar. Bu mənim menyumda zaten həmişə olmalıdır darçın. Darçın tökürəm. Zövqə görə. Kim istəmirsə tökməyə bilər. Bu onun öz şəxsi fikridir. Hörmətlə də yanaşıram. Bu da bizim qara istiotumuzdur. Bu bizim qırmızı əzilmiş bibərimizdir, paprika. Ondan da tökürəm. Bu bizim sarı kökümüzdür. Sarı kökümüz də olmazın olmazıdır, mütləq olmalıdır. Bir də duzumuzu tökək. Xanımlar, bütün ingredientlərin hamısını tökdüm. İndi mən bunu qəşəng qatışdıracağım. Dolmamızı bükməyə başlayanda yenə təkrar sizlə bölüşəcəm inşallah. Siz izləmədə qalın. Gözəl xanımlar, mən ətimizi qatışdırdım. Hər bir şeyini hazır elədim. İndi bükməyin sizlə istədim bölüşüm. Kələmimizi də duzlu suda öldürmüşəm bir balaca. Hazır doğrayıb yığmışam ki, vaxtımız getməsin. Nə sizin, nə mənim. Bismillah. Xanımlar, bax belə qəşəng. Dolmamızı büküm, yığım hamısını. Nümunə üçün 1-2-3 dənəsini göstərərəm sizə. Sonra özüm hazır forması ilə yenə sizlə görüşərəm inşallah. Siz sadəcə izləyin. Gözəl xanımlar. Bu arada deyim ki, bundan qabaqki videomu da çox maraqla izləmişsiniz. Gözəl rəylər yazmışsınız. Həqiqətən, valla. Allah hər birinizi var eləsin. Əməyə, dəyərə qiymət verən xanımlarsınız, həqiqətən də.
Çox sağ olun, var olun ki, mənim videolarıma baxırsınız, qəşəng-qəşəng izləyirsiniz və gözəl rəylər yazırsınız. Allah hər birinizi var eləsin. Baxan gözləriniz ağrımasın, yazan əlləriniz heç vaxt ağrımasın. Mənim dəyərli izləyicilərim. İndi yarpaq dolmasından bir-iki dənə büküm. Onu da sizlə bölüşüm. Belə. Kim istəsə yumru da bükə bilər, uzun sov da bükə bilər, zövqə görədir. Ola bilsin ki, yarısını uzun sov bükdüm, yarısını da yumru formada bükdüm. Fərq eləməz. Əsası odur, dadı qəşəng olsun. Belə xanımlar. Siz yenə deyirəm, izləmədə qalın. Mən dolmalarımı büküm, qazana yığanda inşallah sizlə görüşəcəm Allahın izni ilə. Gözəl xanımlar, mən dolmalarımızı bükdüm, hazırladım. İndi yığım tavaya. Dedim, onu da sizlə bölüşüm. Xanımlar, yarpaq dolmamız bir belə çıxdı, bu qabla bir. Bir belə də kələm dolmamız çıxdı. Qəşəng. İki gözlü tavadır xanımlar. Bir gözünə kələm dolmamızı yığacağım, bir gözünə də yarpaq dolmamızı. Qəşəng başlayayım, yığım səliqə ilə. Siz də izləmədə qalın. Xanımlar, yarpaq dolmamızı da yığdım. Demək olar ki, qəşəng. Belə. Yığdım xanımlar. İndi mən bura kələmin üstünə, üzərinə kələmlə qalan yarpaqlarından həmişə mən düzürəm. Çox qəşəng olur pişəndə, dadlı olur. Xanımlar, indi bura tələsdiyimlə bıçağın başında çıxartmamışım. Hə, bir bıçağa demək olar, yağ qoyun. Bir bıçağa da yarpaq dolmasının üzərinə. Belə. Mən heyvada düzürəm. Dolmanın üzərinə. O xüsusi dad verir dolmaya. Elə ikisinə də düzəcəm. Heyva çox xeyirli bir şeydir. Və dolmaya xüsusi dad verir. Çox qəşəng eləyir. Belə xanımlar. Demək olar ki, hər birini hazırladım. Yığdım tavamıza. İndi mən bura bir balaca su töküb, qoyum qazın üzərinə pişsin. Təkrar inşallah hazır forması ilə görüşərik. İzləmədə qalın. Dolmamız qaynayır, qəşəng yağa düşür. Mən üzərinə pomidor sosumuzu töküm və altını söndürəcəm inşallah xanımlar. Demək olar ki, dolmamız hazırdır. Təkrar servis eləyim, görüşərik inşallah. Gözəl izləyicilərim, gəldim, çatdım videonun sonluğuna. Dolmaları servis elədim. Xanımlar, bu mənim kələm dolmam. Qəşəng yağa düşdü. Heyvaları da bişdi. Çox gözəl ətri gəlir və dadlı da çıxıbdı. Bu da mənim yarpaq dolmamdır, xanımlar. Göz haqqınızı halal eləyin. Allah hər birinizin evin ruzulu bərəkətli eləsin. Qazanınız həmişə daima dolu olsun, bərəkətli olsun. Bugünkü videomda bundan ibarət oldu. Çox sağ olun, sizə qabaqcadan təşəkkür eləyirəm ki, mənim videolarıma baxıb mənə gözəl-gözəl rəylər yazırsınız. Allah sizi var eləsin. Yenə də davam eləyin, yorumlarınızı gözləyirəm, rəylərinizi gözləyirəm.
mənim üçün çox önəmlidir və like edin, abunə olmamışsınızsa abunə olun. İnşallah görüşərik. Özünüzdən müğayət olun.